Deməli 12 sot torpaq mülküdür. Gördüyünüz kimi bax, yanları bağlıdır. Həyətində meyvə ağacları. Bax, buradan hesablanıb ölçüsü. Tam 12 sot ölçülüb veriləcək. Deməli ev yeri həyətdən birbaşa yuxarı götürüldüyünə görə qoşa daşla çəkilib, yəni ev buradan hündür olacaq. Bax, burada əlavə tikililər var və buradan 12 sot ayrılıb veriləcək. Qeyd edeyim ki, eyni zamanda 2 yerə bölmək də olur torpaq mülkünü. 2 yerə bölmək də olur. Bax, bütün ağaclıqdır hamısı. Ağaclı və evlə tanış edeyim. Gördüyünüz kimi çox gözəl bir həyəti var, bağı var. Deməlidən ev 11-in 10'adır, 110 kvadratdır. Həyətdən elə bir küçə qapıdan girişdən torpaq, yəni bir hissəsi yuxarıda nəzərdə tutulduğuna görə daşla çəkilib doldurulub. Nəyə görə? Yolla bərabər olsun. Bağ hissəsi yəni evdən aşağıdadır. Bax, burada yəni buranı doldurmaq üçün əlavə, yəni bura daş tökülübdür. Bax, ev bu cürdür. Bax, yaxından sizə tanış eləyəcəm. Bu evin tikilişidir. Bax, gördüyünüz kimi qoşa daşdır. Və burada bir hissə doldurulub. Buranı elə bir istipol nəzərdə tutulub. Bir hissəsini doldurmaq üçün belə eləyiblər. Amma gələcəyində kimsə istəsə bunu 2 mərtəbə kimi də istifadə eləmək olar. Yəni ev qalxandan sonra üstün elə bir əlavə pilləkənlər qoyub aşağını da bir otaq kimi istifadə eləmək olar və buradan bağa çıxış da qoymaq olar. Çox səliqəli və baxımlı bir yerdir. Rayonun mərkəzidir. Bax, burada gözəl bir panoraması var. Dağlar görsənir buradan. Çox gözəl bir yerdir.